2009-cu il saat 9:30. Bugün Neft Akademiyasında törədilən faciədən 17 il keçir. Neft Akademiyasında baş verən faciədən 17 il keçir. Kədərli hadisə həmişə bizim Azərbaycan xalqının ürəyində qalacaq. Çünki orada bizim gənclərimiz, günahsız insanlar, müəllimlər dünyasını dəyişdi. Belə hadisələr olmamaq üçün biz hər zaman ayıq-sayıq olmalıyıq. Özüm də oranın məzunu olmuşam. Çox bizi sarsıtdı. Elə bir dünən olubdu. 17 il, hər il onu anırıq. Biz Azərbaycan vətəndaşı olaraq, rayon sakini olaraq onu anırıq. Allah ölənlərə rəhmət eləsin. Bir daha öləndən valideyndən başsağlığı deyirəm. Orada ölən Rafiq müəllim, yəni belə deyək, orada vurulan bir də mənim müəllimim olubdu. Səhər saatlarında eşitdik bunu televiziyadan. Pis hadisədən pislənirsin. Bizim məhəllədən də orada oxuyan uşaqlar vardı, kətir. Allah rəhmət eləsin keçənlərə, onlara can sağlığı.